Zaqatala ərazisindən keçən Tala çayında suyun səviyyəsinin kəskin artması və çayın məcrasından çıxması içməli su mənbələrini sıradan çıxarıb. Bu çay vasitəsilə rayonun 2 yaşayış məntəqəsi, eləcə də şəhər sakinlərinin su təminatı həyata keçirilir. Güclü leysan yağışlarından sonra Tala çayda bir sıra fəsadlar meydana gəlmişdi. Onlardan da biri rayonun 20 minə yaxın əhalisi olan yuxarı və aşağı Tala kəndlərini içməli su xətti ilə təmin edən 500 millimetrlik xəttin 400 metrə yaxınının dağılmasıdır. Hazırda gördüyünüz kimi çayda lililik yüksək dərəcədədir. Müvafiq aidiyyatı təşkilatlar lililiyin azalmasını və bundan sonra bərpa işlərinə başlanmasını gözləyirlər. Yuxarı Tala Bələdiyyəsinin sədri Eldar Qansayevin sözlərinə görə sel onların ərazisindən daxil olan yaşayış məntəqələrində onlarla təsərrüfata zərər vurub. Yollar dağılıb, içməli su xətləri sıradan çıxıb. 500 yolu müvəqqəti olaraq maşınların nəqliyyat hərəkəti üçün düzəldilib. Bu işlər yenə davam etdiriləcək və buna baxmayaraq biz də çalışırıq ki, sel su aparmış boruları təzədən yığıb çayın ərazisindən çıxarıb, təmizləyib və içini qaynaqlanaraq yenidən yerinə qoyulmasına çekilir. Buna əlavə 500 hektara yaxın əkin sahələri də, bağlar da su basıb və hal-hazırda da Tala çayın suyu azaldıqca həmən hissələrdən yəqin ki, su da çəkiləcək. Şəhərdə yaranmış su qıtlığını aradan qaldırmaq məqsədi ilə Zaqataladan, eləcə də qonşu rayonlardan su maşınları vasitəsilə fasiləsiz olaraq əhaliyə su daşınır. 3 gündür su yoxdur, hər gündə maşın gəlir. Gün aşırı maşın buradadır. Ehtiyaclarınız ödəyəcək? Olur. Razıyıq biz bunlardan. Yəni istədiyiniz qədər su götürəbilirsiniz. Götürürük. Hər gün maşın buradadır, gün aşırı buradadır maşınlar. Sakinlərə içməli suyun daşınmasında könüllü olaraq çalışanlar da var. Kömək eləyirik, hava xoşları olsun. Gündə neçə dəfə belə deyil maşını doldurub gəlirsiniz? 2-3 maşın. Hər dəfəsində neçə ton? 4 ton yarım. Çox. Suda su idarə tərəfindən bizə sağ olsun müdür verirlər və təmənnasız suyu verirlər ki, onlar belə kömək eləyib, biz də öz maşınımızdan köməklik göstəririk. Zaqatala Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, su xətlərinin bərpası istiqamətində işlər davam etdirilir. Silban mənbəsində ayın 10-undan etibarən suyun verilişi bərpa olunmuşdur. Artıq şəhərə qrafiklə fasiləli olaraq sular verilir və Meşleş mənbəsinin təmir olunması, bərpa olunması istiqamətində işlər davam etdirilir. İdarə rəisi daşqınlara səbəb olan Tala və Zilban çaylarında texnikaların fasiləsiz şəkildə işlədiyini, məcra tənzimləmə işləri aparıldığını, daha dərin qum-çınqıl mühafizə bəndlərinin qurulduğunu, eyni zamanda Muxax və digər çaylarda nəzarət tədbirlərinin həyata keçirildiyini bildirdi. Rasim İslamov, Bəxtiyar Atayev, Aysu İbrahimzadə, İTV Xəbər, Zaqatala.